Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Qeyd edək ki, ali təhsil müəssisələrinin qəbul üçün elektron ərizənin doldurulması Dövlət İmtahan Mərkəzi tərəfindən bugün saat 12:00-da artıq yekunlaşıb. Kimlər ki, elektron ərizələrini vaxtında təsdiq ediblər və çap ediblər, həmin şəxslər, həmin abituriyentlər buraxılış və qəbul imtahanlarında iştirak edə biləcəklər. Bugünkü videomuzda isə biz sizlərlə birlikdə keçən il, yəni 2025-2026 tədris ili üçün abituriyent 4 jurnalına nəzər yetirəcəyik. Bu ilki abituriyent 4 jurnalı isə ixtisas seçim prosesindən bir neçə həftə əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən dərc ediləcək. Biz isə bu videomuzda sizinlə keçən il üçün universitetlərə və universitetlər üzrə olan ixtisaslara nəzər yetirəcəyik. Videoya keçid etməzdən əvvəl bildirək ki, 15 mart tarixində buraxılış imtahanında iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqəsini bugün saat 14:00-dan etibarən çap edə biləcəklər. Eləcə də martın 9-da imtahan verəcək və bu vaxta qədər imtahana buraxılış vərəqəsini çap etməyən şagirdlər də çap xidməti üçün məhz bugün saat 14:00-dan etibarən yenidən Dimqob.az saytına daxil olaraq ərizələrini çap edə biləcəklər. Daha doğrusu imtahana buraxılış vərəqələrini çap edə biləcəklər. Zəhmət olmasa bu zəruri nüanslara diqqət yetirin, çünki Dövlət İmtahan Mərkəzi tərəfindən müvəqqəti olaraq vaxt uzadılması təşkil edilib ki, kimlər ki, buraxılış vərəqələrini çap edə bilmir, həmin abituriyentlər buraxılış vərəqələrini vaxtında çap etsinlər. Əks təqdirdə imtahana buraxılmayacaqlar. İndi isə gəlin nəzər salaq. Eləcə də qeyd edək ki, əziz abituriyentlər ixtisas seçimi üçün bizə müraciət edə bilərsiniz. Biz sizin, belə deyək, sınaq imtahanlarda topladığınız ballara müvafiq olaraq proqnoz verə biləcəyik. Yəni, normal məsələdir ki, sınaq imtahanlarında abituriyent hansı bal toplayırsa, məhz Dövlət İmtahan Mərkəzlərindən keçiriləcək imtahanlarda da 10-15 bal aşağı-yuxarı fərqlə həmin, deyək, bal aralığını toplayacaq. Bu səbəbdən deyək ki, ixtisas seçim prosesi bizdə mart ayının sonuna qədər davam edir, qeydiyyat prosesi. Çünki bizdə artıq yay aylarında ixtisas seçimi üçün plan yerlərimiz dolmuş olur. Kimlər ki, bizimlə ixtisas seçimi etmək istəyir və arzuladığı ixtisasa qəbul olmaq istəyir, ən dəqiq, ən düzgün ixtisas seçimi proqnozu əsasında ixtisas seçimini etmək istəyir, bizim 070 742 28 08 WhatsApp nömrəmizə yazmaqla şəxsi kabinet parolunu və PIN kodu qeyd etməklə qeydiyyatdan keçə bilərlər. Hər bir abituriyentə imtahanda və gələcəkdə ixtisas seçim prosesində uğurlar arzu edirik. Arzumuz odur ki, hər bir abituriyent arzuladığı ixtisasa qəbul olar və heç bir abituriyentin valideynin əziyyəti yerdə qalmaz. Optimal tədris mərkəzi olaraq hər birinizə bu prosesdə bolca uğur arzu edirik və xüsusilə də çalışın ki, imtahan prosesində daha diqqətli yanaşasınız. Heç bir halda, belə deyək, negativliyə düşməyəsiniz. Tam böyük motivasiya ilə, böyük diqqətlə, əzmlə imtahanda iştirak edəsiniz. Ki, imtahan prosesində hər hansı həyəcanlanma normal məsələdə olur, ancaq hər bir halda həyəcanlı olmamağa çalışın. Çalışın ki, bildiklərinizdə maksimum səviyyədə yararlana biləsiniz. Ən yaxşı bildiyiniz sualları ilk öncə işləyin. Çətin və vaxt aparan sualları isə sona saxlayın. Çünki əks təqdirdə sizin vaxtınız çox getmiş olacaq və siz bildiyiniz suallara baxa bilmək üçün vaxtınız qalmayacaq. Bu da balınızın aşağı gəlməsinə səbəb olacaq. Ona görə əziz abituriyentlər, çalışın ki, imtahan prosesində ən yaxşı bildiyiniz fəndən başlayın və belə deyək, həlli üçün az vaxt tələb olunan suallardan başlayın ki, daha sonra sona yaxın həlli uzun olan suallar qalmış olsun ki, bu sizin vaxt baxımından, belə deyək, üstünlük olsun. Bu da belə. İndi isə gəlin videomuza keçid edək və eləcə də əgər imtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə, qısa müddətdə hazırlıq istəyirsinizsə, bizim belə deyim, təxəssüs müəllimlərimiz tərəfindən hazırlanmış həm buraxılış, həm də blok imtahanı üzrə, blok fənləri üzrə konspektlərimizdən yararlana bilərsiniz. Konspektlərimiz sistemli şəkildə hər hansı söz yığınına yol verilmədən imtahana tam şəkildə düşə biləcək bütün mövzuları özündə əhatə edir. Mövzular, mövzu nümunələri, sual nümunələri, həlli qaydaları, yəni bütün bunlar hamısı bizim konspektlərimizdə sistemli şəkildə, aydın şəkildə
öz deyək həllini tapıb ki, siz qısa müddət ərzində hazırlaşmaqla yüksək nəticə əldə edə biləcəksiniz, əziz abituriyentlər. Qeyd etdiyimiz kimi konspektlərimizi əldə etmək istəyirsinizsə, bizim 070 742 28 18 WhatsApp nömrəmizə yazmaqla konspektləri əldə edə bilərsiniz. İndi isə gəlin keçən il üçün Abituriyent 4 jurnalında ixtisaslara və universitetlərə nəzər salaq. Qeyd eləyək ki, jurnalda qarşısında YDS yazılanlar yalnız dövlət sifarişi deməkdir. YÖ yazılanlar yalnız ödənişli əsaslarla təhsil alma bilməyiniz deməkdir. DH yazılanlar isə qeyd olunmuş ixtisaslarda təhsilin dövlət tərəfindən maliyyələşdirilməsini göstərir. Əyani təhsil ə ilə, qiyabi təhsil isə Q ilə işarə edilir. Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul prosesi Azərbaycan və Rus bölmələri üzrə aparılır. Gəlin birinci qrup ixtisaslarına nəzər salaq. Bakı Dövlət Universitetində birinci qrup üzrə siz hansı ixtisaslara yiyələnə bilərsiniz? Fizika müəllimliyi ixtisası, informatika rəqəmsal müəllimliyi. Qeyd edək ki, birinci qrupda vəziyyət belədir. 2 alt qrup mövcuddur. RK alt qrupu və RI alt qrupu. RK alt qrupu riyaziyyat, kimya əsaslı fənləri, daha doğrusu ixtisasları özündə əhatə edir. RI alt qrupu isə riyaziyyat, informatika yönümlü ixtisasları özündə əhatə edir. Hər bir abituriyent öz belə deyək, hansı ixtisasa qəbul almaq istəyirsə, öz potensialına uyğun olaraq, əgər kimlərsə ki, kimya sahəsinə marağı var, kimya mühəndisliyi, kimya müəllimliyi, bu kimi ixtisaslara marağı varsa, onlar RK alt qrupunu seçməlidirlər. Kimlər ki, informatika, informasiya yönümlü ixtisaslara yiyələnəcək, xüsusilə informasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi, riyaziyyat, informatika müəllimliyi kimi ixtisaslara yiyələnmək istəyirsinizsə, məhz siz RI alt qrupu üzrə hazırlaşmalısınız. Qeyd edək ki, fizika müəllimliyi ixtisası RK alt qrupundadır və keçən il Bakı Dövlət Universitetinin əyani əsaslarla 150 yer ayrılıb və illik təhsil haqqı məbləği 2200 AZN olaraq təşkil edib. Eləcə də fizika ixtisası üzrə də RK alt qrupundadır. Əyani əsaslarla 100 yer ayrılıb. Bakı Dövlət Universitetində keçən il 2500 AZN illik ödənişi olub. Kompüter elmləri dövrün ən belə deyək, tələb olunan ixtisaslarından biridir. Hansı ki, informatika yönümlü ixtisaslara marağı olan abituriyentlərin çoxu məhz bu ixtisası seçirlər. Kompüter elmləri ixtisası üzrə Bakı Dövlət Universitetində keçən il əyani əsaslarla 150 yer ayrılmışdır. İllik təhsil haqqı məbləği 2500 AZN təşkil etmişdir. Bununla yanaşı informasiya təhlükəsizliyi ixtisası abituriyentlərin ən çox belə deyək, yönlənmək istədiyi, qəbul olmaq istədiyi ixtisaslardandır. Və bu ixtisas üzrə Bakı Dövlət Universitetində keçən əyani əsasları 25 yer ayrılmışdır. İllik təhsil haqqı məbləği ödənişli əsaslarla olduqda 2700 AZN olaraq təşkil etmişdir. Kimya sahəsinə gedənlər isə daha çox kimya mühəndisliyi, qida mühəndisliyi, bu kimi ixtisaslara deyək, yiyələnməyə çalışırlar. Kimya mühəndisliyi ixtisası RK alt qrupundadır. Keçən il Bakı Dövlət Universitetində 50 yer ayrılmışdır əyani əsaslarla və illik təhsil haqqı məbləği 2700 AZN olaraq müəyyən olmuşdur. Qeyd eləyək ki, əziz abituriyentlər, bu ayrılmış plan yerləri, eləcə də illik təhsil haqqı məbləğləri keçən il üçün olan göstəricilərdir. Bu il belə deyək, plan yerlərində artma yaxud azalma müşahidə oluna bilər. İllik təhsil haqqı məbləğində də enmə yaxud stabil qalma yaxud yüksəlmə kimi hallar ola bilər. Hər bir halda yəni çox olmayacaq, elə keçən ilkinə bənzər belə deyək, rəqəmlər olacaq. Ona görə biz sizə məlumatlandırma məqsədi ilə bu videonu çəkirik. Eləcə də əgər sizin ingilis dili bazanız yaxşıdırsa, siz kompüter elmləri ixtisasını tədris ingilis dilində təhsil ala bilərsiniz. Bunun üçün sizin ingilis dilindən buraxılış imtahanında topladığınız bal 40+ olmalıdır ki, siz tədris ingilis dilində təhsil ala biləsiniz. Bizə çox vaxt abituriyentlər soruşurlar ki, müəllim, bəs necə olur, tədris ingilis dilində təhsil almağın avantajları nələrdir? Belə deyək, əziz abituriyentlər, siz tədris ingilis dilində olan ixtisaslarda təhsil aldığınız zaman birincisi, onu qeyd edək ki, ingilis dili dünyada aparıcı dillərdən biridir. Yəni, deyək, əmək bazarında ingilis dili üzrə dil biliyi yüksək olan mütəxəssislərə daha çox önəm verilir. Bu, həm əmək haqqı baxımından, həm işə qəbul olma baxımından sizin üçün üstünlükdür.
Digər bir tərəfdən, əgər siz tədris ingiliscə təhsil almısınızsa, belə deyək, siz xaricdə təhsil almaq istəyəcəksinizsə, əgər ikinci bakalavr olsun, yaxud ikinci magistr, yaxud magistr və yaxud doktorantura səviyyələri üzrə, bu zaman sizin IELTS imtahanı vermənizə ehtiyac qalmır. Çünki siz artıq 4 il müddətində və yaxud magistrsinizsə 2 il müddətində tədris ingiliscə olan bir ixtisasa təhsil almısınız və diplomunuzda məhz tədris ingiliscə olduğu qeyd olunur. Bu sizə xaricdə təhsil baxımından da üstünlük olacaq. Və belə deyək, siz eyni zamanda riyaziyyat ixtisası üzrə tədris ingiliscə təhsil ala bilərsiniz Bakı Dövlət Universitetində. Kompüter elmləri ixtisası üzrə tədris ingiliscə RIAT qrupundadır. Əyani əsaslarla 25 yer ayrılmışdır keçən il və illik təhsil haqqı məbləği isə 2500 AZN təşkil etmişdir. Riyaziyyat ixtisası üzrə isə RK alt qrupundadır. Əyani əsaslarla keçən 25 plan yeri ayrılmışdır və 2500 illik təhsil haqqı məbləği müəyyən olunmuşdur. Bakı Dövlət Universiteti ölkənin ən prestijli universitetlərindən olduğu üçün biz ilk olaraq buradan başladıq. Çünki belə deyək, abituriyentlərin 90%-nin universitetə qəbul olma arzusu məhz Bakı Dövlət Universitetidir ki, bu baxımdan da prestijli olan universitetdir. İndi isə gəlin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə nəzər salaq. Burada kompüter elmləri ixtisası üzrə keçən il əyani əsasları 120 plan yeri ayrılmışdır. İllik təhsil haqqı məbləği 2200 AZN təşkil etmişdir. Energetika mühəndisliyi ixtisası üzrə 150 plan yeri ayrılmışdır. 2200 AZN illik təhsil haqqı məbləği müəyyən olunmuşdur. Eləcə də informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasları məhz birinci qrupu seçən abituriyentlərin qəbul almaq istədiyi əsas ixtisaslardan hesab olunur. Belə deyək, dövrün tələblərinə müvafiq ixtisaslardandır. Bizə abituriyentlər çox suallar verilir ixtisas seçim prosesindəki. Müəllim, bəs biz necə edək ki, ən yaxşı, ən prestijli, gələcək yönümlü olan ixtisaslara yiyələnək və biz də onlara məhz informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri kimi ixtisasları məsləhət görürük. Təbii ki, kimlər ki, informatika sahəsinə yiyələnmək istəyir. Əgər siz RK alt qrupu üzrə təhsil alırsınızsa, müəllimliyə marağınız varsa, biz sizə kimya müəllimliyini, riyaziyyat müəllimliyini məsləhət görərik. Yox, əgər müəllimlik sahələri üzrə təhsil almaq istəmirsinizsə, bu zaman kimya mühəndisliyi, qida mühəndisliyi, ekologiya mühəndisliyi kimi, eləcə də mühəndislik fizikası kimi ixtisasları biz sizə məsləhət görərik. Çünki hansı ki, bu ixtisaslar məhz dövrün ixtisasları hesab olunurlar. Həm Azərbaycanda, həm də xarici universitetlərdə, yəni dünya universitetlərində də kifayət qədər balansa sahib olan ixtisaslardan hesab olunurlar. Deməli, informasiya texnologiyaları ixtisası üzrə AZD, yəni Azərbaycan Dövlət Sənaye Universitetində keçən il 130 yerə ayrılmışdır əyani əsaslarla və illik təhsil haqqı məbləği 2200 AZN olmuşdur. İnformasiya təhlükəsizliyi ixtisası üzrə isə 150 yerə ayrılmışdır. İllik təhsil haqqı məbləği də məhz yenə 2200 AZN olaraq müəyyən edilmişdir. Eləcə də belə deyək, Azərbaycan Dövlət Neft Sənaye Universitetində tələbələrin, daha doğrusu abituriyentlərin üst tutduğu digər ixtisaslardan biri də məhz proseslərin avtomatlaşdırılması ixtisasıdır ki, bu ixtisasa da tələbat daha çoxdur. Baxın, burada qeyd olunur. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə keçən il RIAT qrupuna daxildir. Onu da qeyd edək, çünki avtomatlaşdırma kompüterlə, İKT sahəsi ilə bağlı bir sahə olduğu üçün RIAT qrupundadır və əyani əsaslarla keçən Azərbaycan Neft Sənaye Universitetinin 110 plan yeri ayrılmışdır. İllik təhsil haqqı məbləği isə 2200 AZN olaraq müəyyən edilmişdir. Əgər sizin daha doğrusu buraxılış imtahanında ingilis dili üzrə topladığınız bal 40 balın üstüdürsə, yəni minimum 40 bal və 40 baldan yuxarıdırsa, siz proseslərin avtomatlaşdırılması ixtisası üzrə tədris ingiliscə təhsil ala bilərsiniz. Bunun üçün keçən il Neft Sənaye Universitetində yəni əsaslarla 30 plan yeri ayrılmışdır və təhsil haqqı məbləği 2200 AZN olaraq müəyyən edilmişdir. İndi isə gəlin Azərbaycan Texniki Universitetində nəzər salaq. Azərbaycan Texniki Universitetinin informasiya təhlükəsizliyi ixtisası üzrə əyani əsaslarla yalnız dövlət sifarişli qəbul üçün 20 plan yeri ayrılmışdır. Əyani əsaslarla ödənişli təhsil üçün isə 90 plan yeri ayrılmışdır keçən il.
Yəni bu o deməkdir ki, 90 nəfər qəbul ola bilər. İndi bu il görək bu rəqəmlər necə olacaq, yerlər azalacaqmı, artacaqmı, yoxsa stabil qalacaqmı keçən ilki kimi. Burada qeyd etdiyimiz kimi ixtisas seçim prosesi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqda ondan bir həftə əvvəl bu jurnalların hər biri dərc olunacaq Dövlət İmtahan Mərkəzi tərəfindən. Eyni zamanda materiallar mühəndisliyi ixtisası RK alt qrupundadır. Bu ixtisasa da seçən abituriyent sayı kifayət qədər çoxdur. Əyani əsaslarla 30 plan yeri ayrılmışdır. Texniki universitetə keçən il təhsil haqqı məbləği 1900 AZN olmuşdur. Və silah sistemləri mühəndisliyi ixtisası da vardır ki, bu sahəyə xüsusi marağı olan abituriyentlər də məhz bu sahəni seçirlər və 60 plan yeri ayrılmışdır. Keçən Texniki universitetə ancaq yalnız dövlət sifarişli əsaslarla, yəni ödəniş əsaslarla deyil. İndi isə kompüter elmləri ixtisasına baxaq. Kompüter elmləri ixtisası üzrə qəbul rus bölməsi ilə birlikdə aparılır və riyaziyyat alt qrupu üzrə 90 plan yeri ayrılmışdır. Ödəniş əsaslarla illik təhsil haqqı məbləği isə 2200 AZN olaraq müəyyən edilmişdir. Əgər siz müəllimlik sahələrinə yiyələnmək istəyirsinizsə, sizin üçün ən ideal universitet Azərbaycan Dövlət Pedaqoji Universiteti olacaq. Çünki Pedaqoji Universitet ölkəmizdə pedaqoji kadrlarının yetişdirilməsi istiqamətində, belə deyək, ixtisaslaşmış bir universitetdir. Müəllimlik sahəsini seçən abituriyentlərin deyək 90%-i məhz pedaqoji universitetə üstünlük verirlər. Çünki həm təhsil baxımından, həm gələcək iş baxımından üstünlüyü olan universitetlərdən hesab olunur və hər il pedaqoji universitet kifayət qədər, belə deyək, təkmilləşir, özünü inkişaf etdirir. Siz fizika müəllimliyi ixtisası üzrə burada əlbəttə ki, RK qrupundadır. Əyani əsaslarla 90 plan yeri ayrılmışdır. İllik təhsil haqqı məbləği 2400 AZN təşkil olunmuşdur. İnformatika rəqəmsal bacarıqlar müəllimliyi ixtisası üzrə əyani əsaslarla RIAT qrupundadır. 100 plan yeri ayrılmışdır. Keçən 2400 AZN illik təhsil haqqı məbləği olmuşdur. Riyaziyyat müəllimliyi ixtisası isə 100 plan yeri ayrılmışdır. 2400 AZN olaraq illik təhsil haqqı məbləği müəyyən edilmişdir. Eləcə də siz Bakı Mühəndisliyi Universitetində də kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, inşaat mühəndisliyi, kimya mühəndisliyi, kompüter mühəndisliyi, memarlıq, bu kimi proseslərin avtomatlaşdırılması mühəndisliyi kimi ixtisaslara yiyələnə bilərsiniz, əziz abituriyentlər. İndi isə gəlin biraz ikinci qrup ixtisaslara nəzər yetirək. İkinci qrup ixtisaslar daha çox biznes və iqtisadiyyat yönümlü ixtisaslardır. İkinci qrupda deyək, qəbul olmaq istəyən abituriyentlər ən çox Azərbaycan Dövlət İqtisad Universitetinə, eləcə də Bakı Dövlət Universitetinə üstünlük verirlər. Bakı Dövlət Universitetində siz ikinci qrup üzrə coğrafiya müəllimi, sosiologiya, beynəlxalq ticarət və logistika, biznesin idarə olunması, iqtisadiyyat, maliyyə, menecment, statistika, turizm işinin təşkili kimi ixtisaslar üzrə ixtisaslaşa bilərsiniz. İllik təhsil haqqı məbləğləri isə ixtisasdan asılı olaraq dəyişir. Əlbəttə ki, coğrafiya müəllimliyi ixtisası üzrə keçən 75 plan yeri ayrılmışdır. İllik təhsil haqqı məbləği 2200 AZN təşkil etmişdir. Ən çox deyək tələbələrin, abituriyentlərin üst tutduğu ixtisaslardan biri maliyyə ixtisasıdır. Əyani əsaslarla Bakı Dövlət Universitetində keçən üçün 75 plan yeri ayrılmışdır. İllik təhsil haqqı məbləği 3200 AZN olaraq müəyyən edilmişdir. İndi isə gəlin Azərbaycan Dövlət İqtisad Universitetində olan ixtisaslara nəzər yetirək. Siz əgər ikinci qrupsunuzsa və İqtisad Universitetində təhsil almaq istəyirsinizsə, məhz beynəlxalq ticarət və logistika ixtisasları, biznesin idarə olunması, dövləti bələdiyyə idarə etməsi ixtisasları üzrə həm əyani, həm də qiyabi əsaslara təhsil ala bilərsiniz. Eləcə də iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibatlıq, statistika kimi ixtisaslara yiyələnə bilərsiniz. Eləcə də burada tədris həm türk dilində, həm ingilis dilində, həm də Azərbaycan dilində aparılır. Məsələn, maliyyə ixtisası tədris türk dilində olduqda, əyani əsaslarla keçən 35 plan yeri ayrılmışdır. İllik təhsil haqqı məbləği 2600 AZN təşkil etmişdir. Tədris ingilis dilində olduqda isə az öncə də qeyd etdiyimiz kimi sizin buraxılış balınız 40+ olmalıdır. Əyani əsaslarla keçən 30 plan yeri ayrılmışdır. 2300 AZN illik təhsil haqqı məbləği müəyyən edilmişdir. İndi isə gəlin üçüncü qrup üzrə ixtisaslara nəzər yetirək. Üçüncü qrupda daha çox humanitar və sosial yönümlü ixtisaslar yer alır. Əlbəttə ki, üçüncü qrupa daha çox
sosial iş və hüquqşünaslıq ixtisasları üzrə qəbul olmaq istəyən belə abituriyentlər üst tuturlar. Eləcə də ingilis dil müəllimliyi, tərcüməçilik kimi ixtisaslara yiyələnmək istəyən abituriyentlər də məhz 3-cü qrupa üst tuturlar. 3-cü qrupda Bakı Dövlət Universitetində siz Azərbaycan ədəbiyyat müəllimliyi, xüsusi pedaqogika, tarix müəllimliyi, təhsil sosial psixoloji xidmət, belə deyək, əgər sizin psixologiya sahəsinə marağınız varsa və təhsil sahəsində psixoloq kimi işləmək, fəaliyyət göstərməyi düşünürsünüzsə, bu zaman siz məhz təhsil sosial psixoloji xidmət ixtisasını seçə bilərsiniz. Qeyd edək ki, 3-cü qrupda da 1-ci qrupda olduğu kimi 2 alt qrup mövcuddur. DT, dil, tarix və TC, tarix, coğrafiya ixtisaslaşmaları üzrə 2 alt qrup mövcuddur. Kimlər ki, tarix və coğrafiya yönümlü ixtisaslara yiyələnməyi düşünür, yəni PDT, regionşünaslıq, beynəlxalq münasibətlər, belə deyək, bu kimi ixtisasları istəyirlərsə, onlar məhz TC sahəsini seçirlər. Əks təqdirdə, məsələn, dil ədəbiyyat müəllimliyi olsun, xüsusi pedaqogika və yaxud tarix müəllimliyi sadəcə olaraq, təhsil sosial psixoloji xidmət ixtisasını istəyirsinizsə, siz məhz DT alt qrupunu seçə bilərsiniz. Eləcə də, əgər siz hüquqşünaslıq ixtisası təhsil almaq istəyirsinizsə, siz DT alt qrupunu seçməlisiniz. Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil həm tədris ingilis dilində, həm də tədris Azərbaycan dilində aparılır. Tədris ingilis olmaq üçün yenə də qeyd edək ki, 40 bal plus olmalıdır buraxılış balınız. DT alt qrupundadır. 50 plan yeri keçən ayrılmışdır. Dərc əsaslarla hüquqşünaslıq ixtisası illik təhsil haqqı məbləği 4500 AZN olaraq müəyyən edilmişdir. Tədris ingilis dilində olduqda. 3-cü qrupun digər prestijli ixtisaslarından biri də məhz sosial iş ixtisasıdır. Hansı ki, sosial sahələrə marağı olan şəxslər, belə deyək, əhalinin sosial müdafiəsi, sosial reabilitasiya, sosial adaptasiya, bu kimi sahələrdə işləmək istəyən, belə deyək, abituriyentlər məhz sosial iş ixtisasını seçirlər. Qeyd edək ki, bu ixtisas gələcək yönümlü ixtisaslardandır və məşğulluq baxımından da iş imkanları artıq hər il demək olar artırılır, geniş iş imkanlarına sahib ixtisaslardan hesab edilir. Sosial iş ixtisası üzrə Bakı Dövlət Universitetinin DT alt qrupunda keçən il ödənişli əsaslarla 50 plan yer ayrılmışdır. Yəni illik təhsil haqqı məbləği isə 2200 AZN olaraq müəyyən edilmişdir. Və hüquqşünaslıq ixtisasına gəlin nəzər salaq. Hüquqşünaslıq ixtisası əyani əsaslarla DT alt qrupunda 320 plan yer ayrılmışdır. Ödənişli olmaqla 4500 illik təhsil haqqı məbləğidir. Hüquqşünaslıq əsası əgər siz qiyabi əsaslarla təhsil almağı planlayırsınızsa 30 plan yer ayrılmışdır. İllik təhsil haqqı məbləği isə 3600 AZN olaraq müəyyənləşmişdir keçən il üçün. İndi isə gəlin 4-cü qrup ixtisaslarına nəzər yetirək bir qədər və videomuzu yekunlaşdıraq. 4-cü qrup ixtisaslar daha çox, belə deyək, həkimliklə bağlı, səhiyyə ilə bağlı ixtisaslardır. Eləcə də psixologiya sahəsi üzrə olan ixtisaslar da burada mövcuddur. Həmçinin biologiya müəllimliyi, kimya müəllimliyi, psixologiya, biologiya, biotexnologiya, ekologiya, kimyanın özü, su bioehtiyatları və akvakultura, bitki mühafizəsi kimi ixtisaslar üzrə siz Bakı Dövlət Universitetində təhsil ala bilərsiniz. Həm Azərbaycan bölməsi, həm də tədris ingilis olmaqla. Və 4-cü qrupun ən prestijli universitetlərindən olan tibb universitetinə gəlin nəzər yetirək. Burada siz əczaçılıq, fizioterapiya, ictimai səhiyyə, tibb bacısı yaxud qardaşlıq işi, stomatologiya, tibb sahələri üzrə təhsil ala bilərsiniz. İllik təhsil haqqı məbləği isə ixtisasdan sonra 5000 və 6500 arası aralığında dəyişir. Tibb ixtisası üzrə əyani əsaslarla 520 plan yeri ayrılmışdır. Digər ixtisaslar üzrə isə 60, 40 və 75 plan yeri ayrılmışdır. Əziz abituriyentlər, bugünkü videomuz bu qədər. Ümid edirik ki, videomuz hər biriniz üçün maraqlı oldu. Qeyd edək ki, ixtisas seçim prosesinizi bizimlə etmək istəyirsinizsə, arzularınızda olan ixtisasa qəbul olmaq istəyirsinizsə, ən düzgün sistemli ixtisas seçim prosesi istəyirsinizsə, məhz bizim 07742 2818 WhatsApp nömrəmizə yazmaqla müraciət edə bilərsiniz. İxtisas seçimi prosesi üçün öncədən qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək ki, bizdə ixtisas seçimi prosesi ixtisas seçimindən qeydiyyat prosesi məhz mart ayının sonuna aparılacaq. Çünki yay aylarında artıq plan yerlərimiz dolmuş olur. Biz indidən araşdırmalara başlayırıq qeydiyyatdan keçmiş abituriyentlərimiz. Çünki onlar hansı ixtisaslara yiyələnsə daha yaxşı olar. Onların gələcək karyerası, iş imkanları baxımından onlar üçün daha prestijli olar.
Əgər sizə işinizi şansa buraxmaq istəmirsinizsə, ən dəqiq, ən düzgün planlı ixtisas seçimi ilə arzladığınız ixtisasa qəbul olmaq istəyirsinizsə, məhz biz sizlər üçün varıq. Hər birinizə uğurlar arzu edirik. Əgər siz belə deyək, buraxılış və blok imtahanlarına vaxtında hazırlaşa bilməyibsinizsə və yaxud müəyyən səbəblərdən biraz zəifliyiniz varsa, qeyd edək ki, konspektlərimiz də məhz sizin üçündür. Konspektlərimiz qısa müddətdə yüksək nəticə əldə edə bilməniz üçün tərtib olunub, hansı ki, burada sistemlilik, intensivlik kimi deyək, xassələr əsas götürülmüşdür. Siz də konspektlərimiz üçün 077422818 WhatsApp nömrəmizə yazmaqla müraciət edə bilərsiniz. Əziz abituriyentlər, hər birinizə uğurlar arzu edirik. Gələn videolarımızda görüşmək ümidi ilə. Zəhmət olmasa kanalımıza abunə olaraq videolarımızı bəyənin ki, növbəti videolarımızın anında xəbərdar ola biləsiniz və daha çox abituriyentlər üçün biz məlumatlar verə bilək, daha əlçatan olsun sizlər üçün. Necə də hər hansı suallarınız varsa, videonun aşağısına rəy bölməsinə yazaraq suallarınızı ünvanlaya bilərsiniz və yaxud WhatsApp nömrəmizə yazmaqla suallarınızı ünvanlaya bilərsiniz. İxtisas seçimi prosesi ilə bağlı, ixtisaslarla bağlı, eləcə də konspektlərlə bağlı. Qeyd edək ki, Abituriyent 4 jurnalının, Abituriyent 1 jurnalının 2026 buraxılışının və digər abituriyent jurnallarının, magistr jurnallarının, kolleclərə qəbul jurnallarının PDF-ini də məhz WhatsApp nömrəmizə yazmaqla əldə edə bilərsiniz. Öncədən də qeyd edək ki, kimlər ki kanalımıza abunə olacaq, onların sualları ətraflı şəkildə cavablandırılacaq və onlar üçün ödənişsiz konsultasiya prosesi icra ediləcək. Buyurun, hər birinizə uğurlar arzu edirik. Növbəti videolarda görüşmək ümidi ilə.